Xəzər dənizi dünyanın ən böyük gölüdür. Bu gölün ətrafında Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan kimi ölkələr yerləşir. 10 milyon il öncə formalaşan qədim Sarmat dənizinin bir hissəsidir. Sahəsi təxminən 371 min kvadrat kilometrdir ki, bu da Yaponiyanın sahəsinə yaxındır. Maksimal dərinliyi 1025 metr, orta dərinliyi 184 metrdir. Ən uzun sahil xətti Qazaxıstana məxsusdur. Xəzər dənizi subtropik və mülayim iqlim qurşaqlarında yerləşir. Neft-qaz ehtiyatları Azərbaycanda Xəzərin şerh zonasında, Qazaxıstan və Türkmənistanda isə qurudadır. Dünyada dənizdə ilk neft 1949-cu ildə Xəzərdə çıxarılıb. Xəzər dənizində ən çox neft Qazaxıstan, ən çox qaz isə Azərbaycandadır. Cəryanlar Volqa çayının təsiri ilə saat əqrəbinin əksinə hərəkət edirlər. Xəzər dənizi 3 hissəyə bölünür. 44 şimal enliyinə qədər olan hissə şimal, 40-44 şimal enliyi arasında mərkəz, 40 şimal enliyindən cənublu isə cənub. Şimal hissədə Volqa çayının mənsəbi, Durnev adaları, Buzaç yarımadası, mərkəz hissədə Dərbənd çökəkliyi, Qaraboğazqol körfəzi, cənub hissədə isə Lənkəran çökəkliyi, Çələkan yarımadasını misal çəkmək olar. Şərq hissə daha çox girintili çıxıntılı olduğundan bu hissədə daha çox ada, yarımada və körfəzlərə rast gəlmək mümkündür. Xəzər dənizinin şimal quru sahil boyunda olan okean səviyyəsində aşağı hissələr cənub hissələrə nisbətən daha çoxdur. Bundan başqa Bakı dəniz limanı, Şıx və Zığ burunları arasında Bakı buxtasında yerləşir. Xəzər dənizinin ən yüksək səviyyəsi 1910, ən aşağı səviyyəsi isə 1985-ci ildə olub. Xəzər dənizinə aid Mangistau, Qazax, Qaraboğazqol, Türkmənbaşı, Türkmən, Bəndərşah, Qızlağac, Qızlar körfəzi kimi körfəzləri misal çəkmək olar. Bundan başqa Xəzər dənizində çoxlu ada və yarımadalar da vardır. Məsələn, yarımadalardan Buzaç yarımadası, Mangistau, Türkmənbaşı, Çələkan, Miyanqala, Abşeron və Aqraxan yarımadalarını misal çəkmək olar. Qeyd edək ki, Aqraxan yarımadası Rusiyanın tərkibində yerləşir. Adalardan isə gördüyünüz kimi Durnev, Suiti Kulalı, Oğurçu adaları, Bakı arxipelağı, Abşeron arxipelağı və Çeçen arxipelağını misal çəkmək olar.